3. Gəl. Açmısan kameranı. Yerlə. Dostlar, dəyərli izləyicilər, yeni bir bağ evi, yeni bir məkan, bura Şuvalan, Vətən restoran arxa tərəfində, villalar əhatəsində xudmani bir bağ evi, bir villa təqdim edirəm sizə. 4 sot yarımın üzərində 2 mərtəbəli, tam müasir. Həm tikilişi, həm dizayn, həm görünüşü. Bu bağ evi satılır. 585 min manata. Mən sizə bağ evinin tikintisi haqqında çox danışmayacağım. Çünki onu özünüz gəlib baxarsınız. Keyfiyyətinə 100% ki, görəcəksiniz ki, hər şey ideal vəziyyətdə tikilib. Həyətinə tanış olaq, sonra otaqlarını sizə görsədim. 9 metrinin 4 yarıma bunun belə bir yayınmalı hovuzu var. Yanında sanitar qovşağı var. Dincəlmək üçün bax stolları, stulları. İkinci mərtəbədən baxış da maraqlıdır. Bu hissədə yaşıllıq, o gördüyünüz beton dirəkdə manqalxana və axıra kimi gəlib çıxır. Ona operator göstərsin. Orada pişir, burada yiyir. Orada şişə çək manqalı kebabı, burada yiyir. Maraqlı bir verandası var bunun, dostlar. 585 min manatınız varsa, bəxtəvərsiniz də. Yəni, bu bağ evi sizin ola bilər. İndi keçək villanın içərisinə. 585 minlik adamsızsa, pulumuz varsa deməli siz bu vannada çinməlisiniz, dəyərli izləyicilər. Bu 585 minlik relaksını adama verir. Duşdan tökülmür də sonra. Bu gördüyümüz hamam otağında hər bir şey keyfiyyətli. Daxili, santexnik filan. Bunları deməyin də bir mənası yox videoda. Gələndə görərsiniz. Deməli, xol hissəsindən mətbəx zonası ilə ayrılır zal hissəsi. Bura 265 kvadrat sahəsi olan villanın zal otağıdır. Burada stol, stul, divan, kreslo, burada paxlava, güzgülər və televizor üçün yer və yerdən patoloka kimi olan bir pəncərə sistemi ki, həyəti görsənir. Yəni, bağ evində bu villada olmalı bir şeylərdir. 11'lik, 10'luk laminatdır yer. Turetski kroma granit, isti. Bura mətbəx zonası. Gəldim bir dənə belə geniş mətbəxə baxırsan, boydan boya yığılmış, rəng tonları gözəl, markalardan elektronikaları, məişət texnikası olan və ehtiyat bir otağı da nəzərdə tutulmuş, şair kimi danışır bu gün sizə. Bir kombi otağı, kamera sistemi filan, filan, filan. Keçək indi ikinci mərtəbə, dəyərli izləyicilərim. Buyurun. İkinci mərtəbədə nə qarşılayır sizi? Bir hamam otağı, onun yanında yataq otağı, yataq otağın mebelləri var və hər otağın qardırob otağı və hamam otağı. Gəlin baxaq. Keçdik üçüncü və dördüncü yataq otaqlarına. Bu isə yenə bir yataq otağıdır. Bura isə yenə bir yataq otağıdır. Balkona çıxaq. Çıxaq. Dostlar, balkon görünüşüdür. Burada həyət və dəniz də görsənir. Burada villalar çox deyə konkret görsənmirdi. Amma məsələn o evlərin dalı dənizdir. Şuvalanı yaxşı tanıyanlar bilir. Eksklüziv bağdır. 4.5 sotun içində 585 min manata satır sahibi.
Kimə maraqlıdırsa, əlaqə saxlasın məndən. Deyə, gülə, danışa, satın bu villanı sizə. Xeyirli olsun, növbət çəkilişdə görüşərik.